Salam əziz və dəyərli izləyicilər. Əvvəlcə kanalıma abunə olub dəstək olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Bugün süd çörəyi hazırlayıram. Deməli, kanalımda süd çörəyinin hazırlama qaydası var, lakin orada fərqli reseptdədir. Bugünkü reseptimiz isə tam fərqli bir reseptdir. Keçək hazırlama qaydasına. Bizim burada 1 kiloqram unumuz var. Üzərinə 1 stəkandan biraz az, yəni hardasa 1 barmaq aşağı şəkər tozu əlavə edirəm unun üzərinə. Biraz duz, yəni 1 çay qaşığı qədər duz, 1 çay qaşığı quru maya, burada raziyanə və cirə var, hərəsindən 1 xörək qaşığıdır. Üyüdürəm, daha sonra əlavə edirəm onun üzərinə. Biraz sarı kök, 250 qram kərə yağını əritmişəm, əlavə elədim. Daha sonra 2 ədəd yumurtanı ağlı sarılı əlavə elədim qarışımın üzərinə və südlə xəmiri yoğururam. Burada südün miqdarının ölçüsünü tam deyə bilmirəm. Ona görə ki, yəni unun kalitəsindən asılıdır. Südü çox və yaxud az apara bilər. Əslində burada mənim 2 stəkan yarım südüm var, lakin apardığı qədər, belə deyək ki, ən asan forma budur ki, apardığı qədər süddən istifadə edirəm. Xəmiri yoğururam. Xəmiri bazardıqca çox yoğurmaq lazımdır ki, daha tez özünə gəlsin. Və xəmiri gözlədirəm, biraz dinlənsin, yəni acısın. Xəmirin həcmi artır. Daha sonra gündəliyirəm. Mən burada 3 ədəd gündə hazırladım bu xəmirdən. Fürsətdən istifadə edib buradan Xatirənin mətbəxinə təşəkkürümü bildirirəm. Yəni orada bəzi reseptlər var ki, mənim çox xoşuma gəlir. Oradakı reseptlər tam dəqiq olduğu üçün oradan elə bil bəzi reseptləri mən götürüb hazırlamışam. Çox da gözəl alınıb. Bu süd çörəyini də mən Xatirənin mətbəxi YouTube kanalında var. Oradan götürmüşəm reseptini. Çox da gözəl bir süd çörəkləri alınıb həqiqətən. Bizdə buna külçə deyirlər. Xəmiri kündələdikdən sonra deməli gözləyirəm kündəyə gəlir. Daha sonra listə yağ vururam və xəmiri listə yayıram. Hər ehtimal mən yağ vururam burada listə. Əslində yağlı xəmirdir, yapışmaya bilər listə. Lakin mən işimi ehtiyatlı tuturam. Deməli, yağ çəkirəm ki, tam əmin olum ki, deməli, xəmir listə yapışmayacaq. Xəmiri yaydıqdan sonra 1 ədəd yumurtanın sarısı, üzərinə 2 xörək qaşığı süd əlavə edib yaxşı-yaxşı qarışdırıram külçələrin üzərinə çəkmək üçün, süd çörəklərinin üzərinə çəkmək üçün. Deməli, kündəni yaydıqdan sonra istənilən formada bəzək vurmaq olar. Çəngəllə, nə bilim, stəkan ağzı ilə və yaxud gül vuran, marsipanlar üçün gül vuran risunkalar var. Onlarla, yəni ürəyiniz hansı risunkanı istəyir, süd çörəklərin üzərinə vura bilərsiniz. Daha sonra çəngəllə iz qoyuram ki, artıq köpüklər əmələ gəlməsin. Daha sonra yumurtanın sarısını çəkirəm süd çörəyinin üzərinə və burada qara çörək otu və küncüt var. Bunları bir-birinə qarışdırıb süd çörəyinin üzərinə səpirəm. Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada alt-üst bişənə qədər bişirirəm. Hardasa bir 20 dəqiqə, 25 dəqiqəyə bişir. O sobadan düzdür, sobaya fərq var. Hər kəsin öz sobasının dilini bilir. Burada 180 dərəcəli sobada mən bişirmişəm. Deməli, 3 dənə kündənin üçünü də eyni qaydada yayıram. Deməli, listi yağlayıram, kündələri yayıram, üzərinin bəzəklərini vururam, yumurta çəkirəm və çəngəllə iz qoyuram ki, artıq yenə deyirəm, köpüklər əmələ gəlməsin, qabarıqlar əmələ gəlməsin. Eyni qaydada, deməli, süd çörəkləri hazırlayıb bişirirəm. Süd çörəklərimiz bişdi. Yenə də deyirəm ki, bizdə buna külçə deyirlər. Mənim üçün daha rahat olar ki, külçə demək. Deməli, külçələr bişdi. Hamısı çox gözəl ətri gəlir. İnanın, qoğal ətri gəlir. Çox da gözəl, yüngül, yumuşaq, pambıq kimi bir külçələr alındı. Dəyərli xanımlar, əgər bəyəndinizsə bəyənmə düyməsinə toxunmağı unutmayın. Əziz xanımlar, siz də bu qaydada hazırlasanız, əminəm ki, çox bəyənəcəksiniz. Yəni, həqiqətən olduqca çox ləzzətli bir külçələr alındı. Səbr edib məni izlədiyiniz üçün sizə təşəkkürümü bildirirəm.